Sadələşdirilmiş vergi ödəyicisi olanlar diqqət etməli bəzi məqamları var ki, ilk olaraq onlara nəzər yetirmənizi istəyirəm. Ümumiyyətlə, vergi ödəyiciləri vergi orqanında qeydiyyatdan keçərkən özləri hansı fəaliyyət üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarsa, fəaliyyət növünün müəyyən edilməsi önəmlidir. Bəzi fəaliyyət növləri var ki, həmin fəaliyyət növləri ilə məşğul olmaq ümumiyyətlə sadələşdirilmiş vergi ödəyicisi olmağa icazə vermir. Burada məsələn, lisenziyalı fəaliyyətləri misal gətirə bilərəm ki, tikinti fəaliyyəti ilə məşğul olan bəzi qism lisenziya tələb edən sahələr var ki, məsələn, onlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Həmçinin bundan başqa aksizli mallar istehsal edənlər, xüsusi nişanlı məhsulların istehsalı ilə məşğul olanlar dövriyyədən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. İkinci daha mühüm faktor və daha çox kameral uyğunsuzluğa səbəb olan hal sadələşdirilmiş vergi ödəyicisinin satdığı malı və yaxud da satdığı xidməti kimə verməsidir. 2019-cu ildə edilən ən mühüm dəyişikliklərdən biri bu oldu ki, sadələşdirilmiş vergi ödəyiciləri artıq demək olar ki, əksər vaxt qeyri-vergi ödəyicilərinə mal satıb xidmət təqdim edirlər. Məsələn, bura 200 minə qədər dövriyyəsi olan marketləri, həmçinin xidmət sahəsində əhaliyə xidmət göstərənləri də misal göstərmək olar.